Xoş gördük əziz dinləyicilər. Bu gün İran ətrafındakı pik vəziyyət hər gün getdikcə davam edir və artır. Bu gün Amerikanın öz xətt gəmiləri və kifayət qədər də bazasında olan insan qüvvəsi də 50 minə çatdığının xəbəri yayılır və bu günləri Avropa üzərindən də hər gün Amerikanın bazalarına hava ucundan müdafiə sistemlərinin gətirilməsi barəsində hər gün radarlarda məlumatlar var. Hər gün Amerikaya yardımlar, Amerika öz ordusunu, oradakı ordusunu gücləndirməyə davam edir. İkinci bir vəziyyət isə bilirsiniz, həm ərazidə Səudiyyə Ərəbistanı olsun, Ərəb Əmirlikləri olsun və yaxud da ki Türkiyə olsun, bunlar müəyyən mənada narazı idilər və Amerikanın İrana daxil olmasını istəmirdilər. Amma bu günləri Səudiyyə Ərəbistanı da belə bir açıqlama verib ki, əgər Amerika İranı vurmasa, bu böyük bir pis bir vəziyyət yaradır ki, bu İranın ayağını biraz da gücləndirər, İran biraz da aqressiyasını artırar. Və Hakan Fidanın da bu barədə açıqlamaları biraz formasını dəyişib. Dostlar, bu günlərə ən vacib olan məsələ nədən ibarətdir? Ən vacib olan məsələlərdən biri də ondan ibarətdir ki, Rusiyanın da il təyyarəli, strateji nəqliyyat təyyarələri İrana gəlir. Çinin artıq 16 təyyarəsinin gəldiyini biz şahidiyik. Hər gün İranın gücləndirilməsi prosesi gedir, amma Rusiyada, Çində sanki pərdənin arxasındadır. Loyal bir münasibət göstərirlər bu məsələyə. Hətta mən deyərdim ki, özləri də Amerikanın İrana daxil olmasını istəyirlər. Nədən? Ona görə yox ki, onlar İranın məhv olmasını istəyirlər. Onlarda biraz vəziyyət başqadır. Bu günləri həm Rusiya, həm də Çin istəyir ki, özünü İranda göstərə bilsin. Çünki Trump hökuməti onlara Venezuelada elə bir zərbə vurub ki, bu günləri İrana gəlib, İran son qaladır. İran Çin müttəfiqləri ilə Amerika müttəfiqlərinin son qalası da son sərhəddidir. Və nəzərə almaq lazımdır ki, İran Rusiya məsələsinə çox ciddi yardım edir və bu günlərdə Xəzər dənizində gəmisi batıb, silah daşıyan gəmisi. İkinci isə İran 500 milyar, 400 milyard qoyulan, Çinin sərmayəsini qoyulan bir ölkədə 25%-ə demək olar ki, Çinə ən ucuz neft və neft məhsullarını satır. Yəni, bir növ Çinin proksiləridir. Bu günləri ərazidə İran və Rusiya Çinin proksiləridir. Artıq o proksi kimi bunlarla rəftar edir və Çin də bunu da gözəl anlayır ki, İran gedərsə həqiqətən artıq bütün sərhədlər gəlib Çinin sərhədinə çıxır. Xatırlayırsa, İranın bir şiə hilalı var və İran hökuməti də belə düşünürdü ki, biz nəyin bahasına olursa olsun müharibəni İrandan kənarda davam etməliyik. Ona görə Livanda görürdü, Qəzzada görürdü, Suriyada görürdü, Ənsarallahla Yəməndə görürdü, amma öz ərazisində görmürdü. Elə ki, o proksilər məhv olduqdan sonra artıq müharibə birbaşa İranın sərhədinə yapışdı və 12 günlük müharibədə artıq biz görürük. Və Çin də bunu çox gözəl bilir. Onun proksiləri məhv olduqdan sonra artıq məsələ Çinin özü olacaq. Ona görə də Çin pərdə arxası İrana hava hücumundan müdafiə sistemləri verir, onun radiolokasiya sistemlərini kifayət qədər genişləndirir və 12 günlük müharibədə zəifliklərini aradan qaldırmaq üçün çox ciddi surətdə işləyir. Çin və Rusiya İranda çox ciddi surətdə işləyir. Çünki həm də Çin burada Amerikanı da, Rusiyanın da belə bir niyyəti var ki, onların fikirləri budur ki, necə ki Rusiya Ukraynada bataqlığa batıb, onlar da Amerikanı bir növ İran bataqlığına çəkmək istəyirlər. Buna görə də İran hökumətinə dəstək də verirlər. Hətta biraz da daha ciddi Amerikaya qarşı təzyiqləri də göstərirlər və altdan pərdə arxası da bu məsələdə çox ciddi bəyanatlar vermirlər. Sanki özləri istəyir ki, Amerika İrana girsin və o növbəti bataqlıqda batsın. Həm də Çin burada öz radio sistemlərini, öz lokasiya sistemlərini, radar sistemlərini özünü də təkmilləşdirmiş olacaq və bu işlərdə çox ciddi formada deyirəm ki, İrana kömək olurlar. Yəni, görün vəziyyət, situasiya nə qədər fərqlidir. Amerika isə, həqiqətən Amerika da burada bunları bilir. Amerika da bu günləri qəribə və dəhşətli bir çıxılmaz vəziyyətdir. Necə dəhşətli və çıxılmaz vəziyyətdədir? Bugün Amerika İranı vurmayıb, onu təzyiqlər vasitəsilə masaya oturtturmaq istəyir. Amma bu günlərdə biz bütün kulislərdə yayılan məlumatdan bunu şahid olduq ki, İran artıq bunlarla razılaşmayıb. İran razılaşmayıbsa, deməli Amerika zərbə vurmalıdır. Amerika da fikirləşir ki, əgər biz, onlar da elə zərbə vurmalıdırlar ki, orada hansısa bir dəyişikliyə gətirib çıxartsınlar. Əlbəttə, İran strateji baxımdan məğlubdur. Amma Amerika taktiki baxımdan da məğlub olmamalıdır. Və Amerika da elə bir vəziyyətə gəlib çıxıb ki, artıq Amerika geriyə də çəkilə bilmir. Daha biz müharibə eləmirik deyə də bilmir. Çünki kifayət qədər ordu yığıb, amma müharibəni də etmək zorundadır. Etməmək də məğlubiyyətdir.
edib istədiyi nailiyyəti qazanmamaqda Amerikaçı məğlubiyyət və Çinin də özünü dünyada nəhayət öz proksiləri içərisində o Çin müttəfiqi olan ölkələrin içində də özünün bir tanıtım poligonudur İran. Bu baxımdan çox əhəmiyyətlidir və Amerikanın müharibəsi, Amerikanın zərbələri buna görə gecikir. Amma Amerikanın zərbələri əgər İranla danışıqlar artıq baş tutmursa, Amerikanın İrana zərbə endirməsi artıq labüddür, vacibdir. Amma bu vacibat da əlbəttə ki, çox dəqiqliklə həyata keçirilməlidir ki, Rusiya və Çinin orada heç bir imkanları olmasın və Amerika öz istəklərinə çatsın. Əgər Amerika istəklərinə çatarsa, artıq biz burada birbaşa Çin müttəfiqlərinin hər bir mənada həm strateji, həm də taktiki məğlubiyyətini tez bir zamanda görmüş olacağıq. Təşəkkür edirəm diqqətinizə görə.